və yaxud da ki, xatırlamaq həmişə faktoloji ilə birlikdədir, yox. Əksərən, yəni bir çox hallarda əlaqəlidir sadəcə. Aydındır. Məsələn, sizə ikili, üçlü testlər verəndə ki, bir situasiya verəcək, deyəcək, üçünü də seç. Məsələn, təfəkkürün növünü, biliyin növünü və taksonomiyanı. O zaman bu ikisini uyğunlaşdıra biləcəksiniz, əgər uyğundursa bir-birinə. Amma yox, ola bilər ki, anlamaqla başqa bir növü uyğun gəlsin. O sadəcə artıq belə adından məlum anlamaq, başa düşmək lazımdır, dəyişilmək lazımdır. Misal üçün, yəni konseptual biliyi bilirsinizsə, anlamaq da nədir bilirsiniz. Şagird məsələnin mahiyyətini izah edir. İki dövləti müqayisə edir, oxşarlığını, fərqlisini tapır, fərqləndirir, şərh edir, məsələn, öyrəndikləri. Bunlar hamısı anlamaqdır. Məsələn, sizə sual verirəm ki, yaradıcı təfəkkürə aid 3 dənə nümunə deyin. Əgər o 3 dənə nümunəni deyə bilirsinizsə, deməli yaradıcı təfəkkür nədir, onu anlamışsınız. Yox, əgər deyə bilmirsinizsə, deməli anlamamışsınız. Deyirəm, tərifini deyirsiniz. Xatırlayırsınız, düzdür? Amma ona nümunə çəkəndə deyə bilmirsinizsə, deməli anlamamışsınız. Deməli, anlamaq üçün nə etməlisiniz? Özünüz nümunə çəkməyi bacarmalısınız. Öz sözünüzlə danışmağı bacarmalısınız. Əgər gəlib bugün şagird kitabda olan məlumatları olduğu kimi danışırsa, deməli xatırlayır, sadəcə hafizə, yaddaşdır. İdrak taksonomiyası ən aşağı mərhələsidir. Amma yox, gəlib öz sözlərinə danışa bilirsə, deməli anlayıbdır.